4 sot torpaq sahəsində tam mülkiyyət kupçalı, yəni evin və torpağın kupçası olan Xırdalan şəhərində Milyonerlər məhəlləsi deyilən bir ərazidə yerləşən belə bir gözəl, möhtəşəm bir həyət evi təqdim edirəm sizlərə, dəyərli izləyicilər. Evimizin bünövrəsi beton karkas, mərtəbə arası monolit beton, bir daha qeyd edirəm, torpağın və evin kupçası olan belə bir gözəl həyət evi təqdim edirəm sizlərə. Həyətimizdə hər cür şərait yaradılıb. Baxın, yaşıllıq zonası, giriş darvazası. Baxın, belə bir darvaza, burada sanitar qovşağı həyət üçün. Burada obyekt nəzərdə tutulub, hal-hazırda ev sahibi sklad kimi istifadə edir. Həyətdəki çox geniş, böyük, qeyd etdiyim kimi 4 sot əla bir həyət evi. Vaxt itirmədən keçək evimizin daxili ilə tanış olaq. Qeyd etdiyim kimi Xırdalan şəhərində yerləşir. Milyonerlər məhəlləsi deyilən ərazidə. Gəlin buradan bir daha həyətə baxaq. Baxın, belə bir həyətimiz. Həyətə heç bir pəncərə baxmır. Tam açıq, istəyə görə həyətdə basen də tikə bilərsiniz. Ərazi çox böyükdür. Daxil oluruq evimizin içərisinə. Evimizə daxil olduq, dəhlizimizdir. Sağda mətbəxdir. Burada belə bir gözəl mətbəximiz. Bahalı mətbəx mebeli. Solda belə bir gözəl, işıqlı, səliqəli, tam təmirli qonaq otağımız. Yəni bugünkü gündə bu evin 1 manat belə xərci yoxdur. Tam olaraq ideal şəkildədir. Və hər kəsin arzusu belə bir evdə birinci mərtəbədə əlavə olaraq yataq otağının olmasıdır. Bax, bu da bizim əlavə birinci mərtəbədə yataq otağımızdır. Sonda sizlərə onu göstərəcəm. Burada birinci mərtəbəyə məxsus sanuzel qovşağıdır. Hamam otağı və əlavə olaraq sklad otağı. Baxın, belə bir skladımız var. Ümumilikdə 5 otaqdan ibarətdir. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədəki otaqları göstərəcəm və son olaraq birinci mərtəbədə olan yataq otağını təqdim edəcəm sizlərə. İzləmədə qalın. Qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbədə yerləşir bir yataq otağımız. Pəncərələrin qarşısı tam açıqdır. Qoşadaşla tikilib, bünövrə beton karkas, ideal bir həyət evidir. Yəni özünə şəxsi tikili, ideal bir həyət evi arzulayanlar bu evə sahib ola bilərlər. Daha bir yataq otağımız buradadır. Görürsünüz, bu şəkildə geniş ölçüdə. Yataq otağının daxilində qarderoblu və sanuzel qovşağı. Baxın, bu şəkildə. Dəyərli izləyicilər, sənəd paket kupça, torpağın və evin kupçası var. Gəlin sizə burada eyvanı da göstərim və son olaraq düşəcəyik birinci mərtəbəyə. Birinci mərtəbənin sizlərə yataq otağını təqdim edəcəm. Yerləşir birinci mərtəbəmizə məxsus yataq otağı. Özünün pəncərəsi var, qarşısı açıqdır. Bu günə bu qədər, növbəti çəkilişdə görüşənədək.